İsrail silahlı qüvvələrinin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 500 nəfərə çatır artıq və Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında yaralı sayının yüzlərlə olduğu qeyd edilir. Həmas İsrailin Qəzza zolağında döyüş əməliyyatlarının bərpa etməsini əsirlər üçün ölüm hökmü adlandırıb. Deməli, Telegram vasitəsilə dərc olunan bəyanatda deyilir, İsrailin baş naziri Benyamin Netanyahu təkcə ərzaq və dərmanların çatdırılmasına mane olmur, həm də Qəzzadakı uşaqları öldürür. İsrailin mühasirəyə müharibəyə qayıtması əsirləri qurban vermək və onlara ölüm hökmü çıxarmaq deməkdir. Vaşinqtonun hədəfində həm də Husilər də Qırmızı dəniz və Ədən körfəzində vəziyyət xeyli gərginləşib. Husilərin İsrailə deməli dəstək imkanlı ticarət gəmilərinə qarşı deməli hücumları aktivləşdirməsi Amerika hərbi hava qüvvələrinin bombardmanlarını yenidən işə salıb. Bilmək bəlkə də mənzərə tam tərsinədir. Husiləri hədəf almaqla Amerika Birləşmiş Ştatlarının həm də İrana qarşı dolayı apardığı müharibəni görürük. Deməli, Husilərin əsas dayağının İran olduğu iddia edilir. Tehran isə bu iddiaları təkzib etməyə davam edir. Əslində, görünən puzzlelar düzsək, ortaya aydın bir mənzərə çıxır. İsrail Qəzzanı bombalayır. Qəzzalılara dəstək verən Husilər və onları himayə etdiyi iddia olunan İran İsraili mümkün qədər zəiflətmək üçün bütün mümkün vasitələrdən istifadə edir, silaha əl atır. Amerika Birləşmiş Ştatları isə İsrailə edilən hücum mənə edilən hücumdur deyib, hamısına qarşı düyməyə basır. Deməli, kimlərdir bunlar? Husilər, Həmas, İran, Trumpın da dediyi kimi İsrail və Amerikaya barmaq silkələyən hər kəs. Vaşinqton vaxtı ilə səhər saat 10, Moskva vaxtı ilə axşam saat 5 Trump işə gəlirdi, Putin evə hazırlaşırdı və belə bir vaxtda Ağ Evdən, Oval Kabinetdən Kremlin prezident nömrəsinə zəng edərdi. Donald Trump və Rus həmkarı ilə söhbəti bir xeyli vaxt apardı. Əslində, prezidentlərin gündəmi bəlli idi. Ukrayna-Rusiya müharibəsi ilə bağlı vəziyyəti həll etmək, amma danışıqlar nə qədər uzansa da 30 günlük qarşılıqlı razılaşma, atəşkəs barədə razılaşma əldə olunmadı. Trump Putinin bir növ saqqızını uğurlaya bilmədi deyək. Amma Rusiya prezidenti həmkarına deyib ki, münaqişənin Moskva hər halda belə adlandırır bu müharibəni, münaqişə yaxud da hərbi əməliyyatlar adlandırır. Sülh yolu ilə həlli Kiyevə hərbi yardımları tamamilə dayandırmaqdan keçir. Bizim əsas şərtimiz deməli Ukraynaya kənar xarici qüvvələrin hərbi yardımlarını dayandırmaq, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsini tamamilə dayandırmaqdan keçir. Əslində Avropanı da narahat edən əsas məqam məhz budur. Prezidentlərin telefon danışığında bununla bağlı bir qədər sonra danışacağıq. Amma ilkin olaraq 30 gün ərzində enerji infrastrukturuna qarşılıqlı zərbələrin endirilməsindən imtina barədə razılıq verib Putin və dərhal orduya bu barədə göstərişini verib artıq. Təbii ki, Ukrayna tərəfi də bununla bağlı deməli eyni addımı atmalıdır. Artıq Zelenski gecə saatlarında bu istəyə də hə dedi. Rusiyaya inanmaq olmaz. Trump-Putin telefon danışığına Avropadan gələn reaksiyalar təxminən bu tondadır. Deməli, ilkin olaraq Rusiyanın əsas şərti narahat edir Avropa İttifaqını. Müttəfiq ölkələr düşünürlər ki, mümkün atəşkəs zamanı Rusiya daha çox silahlanmaq imkanına malik olacaq. Amma irəli sürdüyü tələb Ukraynanı, deməli, Ukraynanı tamamilə silahsız, dəstəksiz qoyacaq. Böyük Britaniya və Avropa İttifaqı artıq mümkün qədər tez bir zamanı, yəni mümkün atəşkəsə qədər artıq Ukraynanı maksimum dərəcədə silahlandırmaq üçün danışıqlara başlayıblar.